Ice on my chest, grip my chick, I'm known like the arm of the bank truck. I feel on the low. Şu Murat'ın bir gündür. İşte geldim bura. Eğlence merkezine gelmişik. Ama birazdan bağlanacaq, evi yoxdur. Biraz əylənsinlər. Sonra fikirləşirəm ki, bir dənə balaca tortik alarıq. Evdə şam üstə qoyaraq şey almışam. 7 rəqəmli şam almışam. Onu qoyacağım üstünə. Sonra da inşallah belə qeyd edəcəyik öz aramızda. Belə bir kart tutandı. Belə. Biraz pul vurmuşam, oynasınlar. Sonra gidəcəyik. Что-то непонятное. Начинается что ли? Nə deyəm, yazılar gəlir. Вот это стрелка. Может, нажмешь куда-нибудь? Как ayağını koyarsan. Basmadım ben bura. Ağırdı. Bunlar biraz balaca uşaqlar şimdi. Murat da orada oynuyor. Gidin Murat'a bakın. Heç səni çəkə bilmədim. Maraqlıydı. Ay ay. Oo! Vurdum ya, gol oldu. Heç mən vurmuram ama öz-özünə qaydır. Opa, acı kalmıştı. Ayda, ben 3 oldum, Murat 0. Kurtardı. Bak, 3-0. Uduzdu Murat. Aa, 1 vurdu. 3-1 oldu. Evet. Söyle. Murat, ad gününde bugün. Nece yaşın oldu? Nece yaşın oldu? Kaçta pistolet mi? 7. 7? Oo, 2 olan oldu.
Ay нет. Şomal topladı. Nичего. Nичего страшного. Sende olsa da bir dənə var da. Bax sən qazanmısan bir dənə. Yok açıldı hadi. Qızım bu qum yerində oyun oynamaq istədi. Burada yarım saatı 10 manat olmalı deyəsən. Səhv eləmirəmsə 10 manat idi yarım saatı. Yəni təmiz yer idi, çox xoşuma gəldi. Sadəcə orada oyun oynayanda uşaq səhvən, başqa uşaq səhvən lapatkanı qaldırdı, o qum lapatkasını. Qızımın başına dəydi, qaşının üstünə daha doğrusu. Düzdür, belə şeylər çox da böyütmək xoşlamıram və səs-küy salmağı falan belə şeylərdən də xoşlamıram. Çünki yəni təsadüfən olmuş bir şeydir, o da uşaqdır, bilmədən elədi. Yəni tamamilə özündən asılı olmayaraq olan bir şeydir uşaqların arasında. Ona görə çox da problem eləmədim, yəni böyütmədim. Sonra orada sağ olsunlar, yaxşı baxdılar. Yəni buz falan qoydular, imkan vermədilər getməyə, dedilər 5-10 dəqiqə dayansın. Belə yəni orada çox xoşuma gəldi xidmət. Sonra biz uşaqlarla düşdük aşağı, orada Bravo marketə düşdük və oğlum üçün tort seçməyə başladıq. Çünki oğlumun 7 yaşı oldu, martın 5-i. 7 yaşı oldu, ona görə onun üçün balaca bir tort almaq istədik. Tortlar seçməyə başladı. Düzdür, orada artıq gecə idi, artıq mol falan bağlanırdı. Ona görə şirniyyat yerində adam qalmamışdı. Satıcı falan yox idi. Ona görə tortun tərkibini tam anlamadıq, nədir, nə deyil. Sadəcə olaraq görünüşünə falan, qiymətinə baxa bildik. Sonunda bu yaşıl tortu götürdük. Hələ ki seçirik, düzdür burada. Amma yaşıl tortu götürmək istəyirik. Oradan başqa bir satıcı gəlir. Şirniyyat adelindən bizə tort verir. Gördüyünüz kimi heç kim yoxdur bizdən savayı. Hələ ki fikirləşirik burada. Hansı tortu götürək? Oğlum var gəl edir, baxır ora bura. Çünki onun adı gün olduğuna görə istəyirəm özü seçsin. Pişirtdirmədim, çünki bilmirəm, hazırlaşmamışdım düzünü desəm. Ona görə belə Muradika tort aldıq, gedək evə. Bu gecdir həqiqətən. Bu saatda uşaqlarla çox çöldə olmamışam. Belə tortumuzu aldıq, gedək evə. Şamı qoyaq üstünə, gedək. Bu nədir? Ayda. Saat 10-dur, 11-ə işləyib. Biz hələ indi çıxırıq. Molda hələ də adamlar var. Yavaş-yavaş boşaldı. Burada ışıqları söndürürlər ki, gedin də, baxın. Yarıya kimi bağlayıblar ki, da çıxın gedin. İlk dəfədir ki, bu vaxtda ki, molda qalıram. Belə maraqlı bir hissdir. Belə bir vlog gəlsin. 24 saat molda qaldım. Gülməyən onları təbii ki, qalmıram. Təsəvvürlər, milyon baxış olsa və ya daha artıq layıqlarla bir yerdə bəlkə. Olsun portlamasın. Kurtlanmasın. Mama biraz da işlesin alır. Sen de istiyorsan sürmək. Nene yandırsın sen de. Yaxşı. Sen hele 5 yaşın var ama 7 yaşın yok. Neçə sır? Ad günün mübarek Sabrina. Ad günün mübarek. Sen de ad günün mübarek. Sen ne istiyorsan Ayşe? Burası değdi şeyde, oyun yerinde. Pisok. Şah pisok derdi sonra Uşağın önündeki lapatka değdi. bile elədi. Teşekkür. Yaxın gəlmədi, özüm getdim. Ya yok, Baxmır. uşaq- Baxmır bu getdim. Wow.
Внутри очень красивый вкус. Сейчас увидишь, какой вкусный. Я вижу. Что за вкус? Там розовый. Здесь белый просто. А ты что, забыл? Белый просто. Как? Это все достаем. А это достаем. А это мы. Поднимаем. Tortumuzu kəsdik, yedik, dağılışdıq. 7 yaşımız oldu. Bunu deyirəm bəlkə saxlayayım. Sabinam 7 yaş olanda yəni istifadə eləyərik. Ya da 70 neçəsi yaşımız olanda ya da 17, 27. Yəni bütün yaş hansında 7 varsa mütləq istifadə edir. Neyse. Belə inana bilmirəm ki, oğlum 7 yaşında oğlum var, uşağım var. Ama olsun. Yaxşı ki var.